Bir dənə şey var, biz bu məsələni danışmışdıq, azarkeşlər məsələsi mənə elə gəlir ki, bu oyun ətrafında danışmamaq mümkün deyil. Mümkün deyil danışmamaq, bir dəqiqə. Mümkün deyil. Oyundan qabaq, Hər şey razı. Skip eləmək yəni Osimhen onsuz Zırkaya bir o qədər də ehtiyacı yox idi, amma doğrudan da bu məsələni qeyd etmək lazımdır. Ultraslan həmin oyunda Osimhen üçün elə bir motivasiya verdilər ki, yəni tribuna bir mənalı olaraq onu dedi ki, bu günləri sənin günündə patlat. Elə bir o pankartdan sonra elə bir ki, Osimhen onsuz da mövsüm əsasında çox möhtəşəm oynayır. İndi o ultran qoşdu və qola da asist verdi. O Napoli söhbəti var da, TikToka görə biraz şeylədi, problem yaratdı. Oradan görünür ki, o puldan savayı, maaşdan savayı o münasibəti çox. Hamburqla Slot bir-birlərini çaşdırmağa çalışdılar. Çünki son oyunlarda Soboslay adətən sağ cinahda çıxır və orada Barışın çıxması, Soboslay nəzərə alsaq ki, birinci oyunda Liqa mərhələsindəki oyunda Barış Alper məhv eləmişdi Soboslayını. Amma orada Joe Gomez çıxdı. Barış ümumiyyətlə sağ tərəfdə çıxdı. Çərkəz də məhv elədi də. Çərkəz kimdir? Çərkəz də. Çərkəz deyirəm də. Xəbər elə də bir əvvəlcədən ki, Qaqov çıxıb buraxmış zamanı Çərkəzi Çərkəz deyəcək. Çərkəz var ki, məhv olundu getdi.